Tanış olun, beta nəsli. 2025-ci ildən başlayan yeni zamanın uşaqları. Zaman xəttində yeni dövr. 2025-ci ildən başlayır. Beta nəsli dünyaya gəlir. Bu nəsil artıq əvvəlkilərini tanımadığı, tamamilə dəyişən reallıqda böyüyəcək. Süni intellektdən tutmuş avtomatlaşmış yaşayış mühitinə, iqlim dəyişikliklərindən sosial dəyərlərin transformasiyasına qədər hər şey onların həyat tərzini formalaşdıracaq. Beta nəslinin adlandırılması əvvəlki kimi Yunan əlifbasına əsaslanır. Bu konsepsiyanın ilk olaraq Avstriyalı demoqraf və tədqiqatçı Mark McCrindle təqdim edib. Alfa nəslindən sonra əlifbanın ikinci hərfi olan beta növbəti sosial dövrün simvoluna çevrilir. Mark McCrindle'ın proqnozlarına əsasən 2025-2039-cu illərdə doğulan beta uşaqları 2030-cu ilə qədər dünya əhalisinin ən böyük nəsil qrupunu təşkil edəcək. Onların sayının 2 milyarda keçəcəyi gözlənilir. Beləliklə, tarixdə ən geniş miqyaslı demoqrafik nəsil formalaşacaq. Bu nəsil necə bir dünyada böyüyəcək? Beta nəsli ilk tam rəqəmsal və süni intellektlə böyüyən nəsil olacaq. Onlar üçün AI yardımçı yox, həyatın struktur hissəsi olacaq. Təhsil, ev mühiti, nəqliyyat, sağlamlıq xidmətləri hər addım texnologiya ilə yanaşı gedəcək. Fiziki pul anlayışı böyük ehtimalla yox olacaq. Rəqəmsal ödənişlər və virtual maliyyə axınları əsas olacaq. Əllə yazılmış ev tapşırıqları keçmişə çevriləcək. Əvəzində fərqləşmiş AI təhsil planları olacaq. Avtomobil idarə etmək insan bacarığı olmaya bilər. Çünki süni intellektlə idarə olunan nəqliyyat ilkin standart olacaq. Dil bariyerləri süni tərcümə ilə azalacaq. Ekoloji problemlərin ən real təsirini məhz onlar hiss edəcəklər. İqlim qeyri-sabitliyi qərarlarına birbaşa təsir edəcək. Bu səbəbdən beta nəsli həm texnologiyanın ən böyük faydalarını yaşayacaq, həm də onun doğurduğu risklərlə üz-üzə qalacaq.